Salam ana. Salam oğlum. Ana, ağlamısan sən? Nə olub? Sən keç içəri, əynini dəyiş, gəl yeməyini ye. Yaxşı ana. Zəngə cavab ver də. Bayaqdan nə qədər zəng eləyirəm. Cavab ver Camal, hardasan? Biz də işimizi bilək də. Zəngə cavab ver də. Deyirəm, bəlkə evlərinə gedin. Ne? Ne dedin sen? Bir de görün. Dedim ki, heç bir yaxşı fikir deyil bu. Yaxşı fikir olmayan nedir? Ha? Siz onun məkanlarını dağıdaraq ondan qısas ala bilməyəcəksiniz. Mənim bir fikrim var. İcazə versəydiniz, deyərdim onu sizə. Nedir senin fikrin? Mənim fikrim İskəndərin oğlunu qaçırmaq. Ağıl deryası. Mən də yaxşıyam, sağ ol Aykönül. Bu qızı niyə belə incidirsən? Bacı, sən bizim bu söhbətləri hardan bilirsən? Hardan biləcəm ki, Layla danışdı mənə? Necə yəni? Layla səninlə danışıb? Sənin yanındadır? Hə, mənim yanımdadır, bizdədir. Mən də sənə zəng vurdum ki, narahat qalmayasan. Yaxşı bacı, mən durum hazırlaşım, gəlirəm sizə. Yaxşı, gəl gözləyirəm. Həkim, yoldaşım necədir? Görə bilərəm onu. Çox pis bir qəza keçirib. Amma bilmirəm necə deyim bunu sizə. Həkim, Hər şey hazırlıqlı olmaq lazımdır. Üzü çox pis gündədir. Təcil əməliyyat eləmək lazımdır üzünü. Deyirəm sana. Oğlumun başından bir tükeksi olsa, dünyanı başına çevirirəm səni. Bildin? Oğlumu istəyirsənsə, sağ-salamat evə qayıtsın. Onda tək gəlirsən yanıma. Yanında heç kim olmasın ha. Bu, ikimizin arasında olan söhbətdir. Söhrəb, gələcəm. Özü də tək gələcəm sənin yanına. necə yəni? Kamal, özünə gəl. Nərmin ayıldığı zaman sənin sonundur. Uşaqlar var arada. Uşaqlar. Uşaqları atasız buraxdım. İndi deyirsən, anasız qalsınlar. Necə yəni? Ya nətər necə yəni? Yəni dəqiq ölübdür da, yoxsa bu borcuna, xərcinə görə özünü ölü kimi ortaya çıxardır? Mən sizi tanımıram. Sizə yalan borcum yoxdur. Qaldı ki, belə bir söhbətə niyə yalan danışım ki? Yaxşı. Tək ki sən deyən olsun. Ölübsə də bəxti verib. Sən atamın yanında olmalıydın. Burada nə gəzirsən sən? İskəndər bəyin şəxsi bir işi çıxıb, onunla bağlı bir yer var, ora gedib. Məni də bura göndərdi. Yaxşı edib. Biz getdik onda. Sağ ol. Bugün evdən çıxmayın, xahiş eləyirəm. İskəndər bəy dedi ki, bugün evdə qalsınlar. İşlə bağlı problem var. Ona görə bugün evdə qalmalısınız. Alo, Alo ata, gəlirsən bizi evə aparmağa? siz hardasınız ki? Ana dedi ki, dərsdən çıxanda xalagilə gedin. Atanız gəlib götürəcək oradan sizi. Alo ata, alo.
Necəsən Kamal? Eşidən kimi gəldim. Necədir Nərmin? Belə də ağır qəza keçirib. Həkim deyir, üzü pis günündədir. Təcil əməliyyat olmalıdır. Allah özü kömək olsun. Amin. Amin. Tahir hardadır bəs? Görmədim heç onu burada. İçimizdə onsuz da bir dənə iş güz adam olan oydu. Dedim, geçsin işini də alınacam. Həm də ki, burada qalmağının bir mənası yoxdur. Onsuz da həkim etməli. Nərmini göstərmir. Kamal, bilirəm indi yeri deyil. Amma sənə bir şad xəbərim var. Nə xəbər? Sənin o boşlu olduğu adam vardı. Neydi onun adı? Kim? Kimi deyirsən sən? Borclu olduğum o qədər adam var ki, nə bilim kimi deyirsən sən? Hə, yadıma düşdü, İskəndər. İskəndər. Nə olub ki ona? Başa düşməm, bu nə yaxşı xəbərdir ki? Ha Kamal, bir sözümü axıra qədər qulaq as da, gör nə deyirəm mən. Nə yaxşı, de görüm nə deyirsən? Zöhrəb içərdən çıxıb, İskəndəri öldürməyə planlaşdırır. Zöhrəb kimdir? Mənim müdürüm də Kamal. Hə, yadıma düşdü. Öldürsün də, məndən nə? Görmüsən indi mən nə haydayam? Gələcək sizə İskəndər. Gələcək. O gecə uzun olacaq. Sən hazırlıqlı ol hər şeyə. Mən adamların hamısını yerləşdirmişəm hər yana. Mən 15 ili boş-boşuna içəridə ona görə yatdım. Qisasını alacağım mən ondan. Mən belə başa düşürəm ki, siz onu gələn kimi öldürəcəksiniz. Ona ölümdən betər edəcəm. Ona asan ölüm yoxdur. Bəs oğlum neyniyək? Yola salarsan getsin. Evə yox ha. O biri tərəfə. Yaxşı. Salam Cavanşir, necəsən? Elə də. Nə olub? Elə bil nəsə qanun qaradır. Camalı tapa bilmirəm. Zənglərimə cavab vermir. İşlər tökülüb qalıb, bu da yoxa çıxıb. Bəlkə ailəsində problemi var. Ona görə zənglərə cavab vermir. O da ola bilər. Düz deyirsən, amma bir zəngə cavab ver də. Camal əvvəl belə deyildi. Camala bilmirəm nə olur. Nə bilim vallah, mən də bir söz tapıb deyə bilmirəm. İstəyirsən, bir də zəng elə, bəlkə cavab verər.
Yenə əvvəl zəngə cavab vermir. İndi heç nömrəsində zəng çalmış. Xanım, əməliyyat niyə bu qədər uzun çəkdi? Əməliyyat bitdi. İndi həkim özü çıxıb sizə məlumat verəcək. Çox şükür. Tək dedin, tək gəldim. Bırax uşağı. Bırax uşağı, söhbətimiz eləyək. İskəndər. O, 15 ilin hesabını mənə verəcəksən. Sən də, oğlun da buradan canlı çıxmayacaqsınız. Heç olmasa bir dəfə kişi ol. Bırax oğlum deyirəm. Mənim fikrim var idi. Səni də, oğlunu da burada öldürün. Amma sənin bu sözünə görə uşağı buraxıram. Bırax. Ata gedək də qurban olma da qorxuram. Korkma. Korkma, kişi ol ha. Kişi ol. Şimdi gedirik ya, gedirik. Gedirik ya. Uşaq gedir. Sən burada qalırsan. Ata gedək də nə olur, ata gedək. İndi gedirik. Bəs bu qədər köməyə baxdıq. Uşağı yola sal getsin. Sən aşağıda məni gözlə, gəlmə. Yox da ata gedək də. Deyirəm, sən aşağıda məni gözlə, gəlmə. Get. Vay, nə də sən mənə anlatmağını fikirləşirdin, hə? Nə oldu, hə? Bəs deyirdin Kamal olub, hə? Nə də quş beyninlə mənə anlatmaq istəyirdin, hə sən?
Kamal harda da? Gəlir sanmırda. Bu başı boşa bax. Bu bizi dolu be. Mən sənin yanından gedəndən sonra mən gördüm. Sən Kamala zəng elədin, xəbər verdin. Eşitdiniz? Səhərə ki sırfı deyil. Bunu elə günə qoyun ki, bu Kamalın yerini deyənə kimi deyil. Gözünüzü dörd açın. Buradan da heç yerə ayrılmayın. Eşitdiniz məni? Mən gedirəm İskəndər bəyin yanına. Zöhrabın əlindən Zavi xilas edib. Çox şükür. Dediyim kimi, buradan heç yerə ayrılmayın. Getdim mən. Bundan sonra daha ehtiyat olmaq lazımdır. Polislər gəlib buradadır. İskəndər, sən mənim üstümə polis gətirmişsən. Mən polis çağırmamışam. Dedin tək gəldim. Mən səni kim deyiləm ki, arxadan zərbə vuraq. Bu söhbət burada bitmədi İskəndər. Bu Zöhrabıdan nə desən gözləmək var. Narahat olmayın. Adamların sayını çoxaltmışam. Evin bütün ətrafında bizim adamlar var. Bundan sonra nə oğlubuza qaça bilər, nə də qız bize yaxınlaşa bilər. Ehtiyat olma. Dedim, bundan sonra daha ehtiyat olmaq lazımdır. Yaxşı. O polisler gece niye gelmişti ha? Ben biraz araştırdım. Öğrendim ki bize göre gelmiyor polisler. Nice yani bize göre gelmeydiler? Orada yerin altında kişiler arasında dava çıkıyor. Onlara göre gelmiyor. Bize ağıl veren o Nihat gelmedi hala. Mənim ilk satışım var. Xəstəxanaya getməliyəm anamın yanına. Zöhrəba soruşsa, deyərsən də sən. Allah izni kömək olsun. Yaxşı deyərəm. Sən inanırsan ki, amanın dostu satacaq onu? Yerini deyəcək bizə. Nə deyəcəkdi da? Ağzı nədir deməsin? Məncə satmaz o dostunu. Sən bir şey yadında saxla ki, bu qorxudur, ölümdür, bunlar hamısı çox pis bir şeydir. Mən çətin ağlım kəsir bu bir işgəncəyə dözə, bizə də Kamalın yerini deməyə. Nə deyirəm ki, tək sən deyən olsun. Onsuz da həmişə mən deyən olubdu da. Narahat olma.
Övcənəsi Kamalın yerinə. Gəl, getdik. Cavanşir! Ay Cavanşir! Nə olub, nəsə olub? Özün deyirsən Cəmal zənglərə cavab vermir. Səhərdən sənə zəng eləyirəm. Telefona bax da, bəlkə biri ölüb. Telefon sönüb. Ona görə zəng çatmır. Nəsə sən bu telefon zəng söhbətinin başını bıraq. De görüm nə olub? Cəmalın yoldaşı maşın qəzasına düşüb. Xəstəxanadadır. Cəmal da onun yanındadır. Ona görə telefonlara cavab vermir. Nə? Nə danışırsan sən? Kimdən eşitdin xəstəxanada? Bizim uşaqlar dünən dedi. Nəsrəddin Tusi xəstəxanasında. Yaxşı, yaxşı, mən getdim xəstəxanaya. Birdən Cəmala nəsə lazım olar. Mənə də xəbər eləyərsən. Yaxşı, yaxşı. Örgənə bildim mən Kamalın yerinə. Səhərə kimi döymüşəm, heç nə demir. Ay qardaş, bizi zülmə salma, bizim işimiz gücümüz var. Kamalın yeri görə hardadır Kamal? Ay, bax adama deyərlər. Əbsa bu lazımdır. İki kişisən, Kamalın yerini denə, bir sağ-salamat da başını dolandır da. Hani Kamal? Səndən də eləmə. Eşitmisən məni? Nə olub, nə baxırsan? İndi sən deməyəsən Kamalın yerini. Nə vaxt Kamalın yerini deyəsən, sənə kişi kimi söz verirəm. Sağ-salamat buradan da durub çıxıb gedərsən. Eşitsən məni? Kamalın yerini deyənə kimi buradasan. Acizsiz səni saxlayacağam. Buraxmayacağım heç ara gedəsən. Eşitsən məni? Bir 7 arada su verin, yazıqdır. Dil ağzı quruyar, Kamalın yerini deməz, zülmü artar. Eşitsən? Kəllatır ya, buna bax, hə. Deyəsən yerini. Bəli, İskəndər evdədir. xeyr, Hardadır bəs? ofisdə. Yaxşı, evə gələndə mənə xəbər elə. Oldu.
Nə olub Nihaz? Xəbərim var Tahirdən. Nələ soruşur nə olub? Tahiri qaçırdıblar. Nə? Tahiri deyirəm qaçırdıblar Tahiri. Kim qaçırdı? Sənin o boşda olduğun adam var, o qaçırdı Tahiri. Kim? Kim qaçırdı? Birdi, ikidir, o qədər adama borcum var. Kimi deyirsən? O Kanandı kimdi, o qaçırdı Tahiri. Bir bu əsi idi. Ne niyeceğindi?